Salam, hər vaxtınız xeyir olsun dəyərli tamaşaçılar. Uzun illər Azərbaycanın 3-cü adamı olmuş, prezident administrasiyasının rəhbəri vəzifələrini icra eləmiş Ramiz Mehdiyev həbs edildi. O, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti həm də akademikdir. Yəqin ki, onu çoxlarınız tanıyırsınız və 90-cı illərin əvvəllərindən əvvəlcə prezident aparatının rəhbəri, daha sonra administrasiyanın rəhbəri vəzifələrində çalışıb, korrupsiya ilə mübarizə idarəsinə birbaşa rəhbərlik edib və oktyabr ayının 14-də, yəni ötən gün Azərbaycan media resurslarında yayılan məlumatlara görə o xüsusilə ağır cinayətlərdə ittiham olunur. Bəs bu cinayətlər hansılardır? Cinayət Məcəlləsinin 274 vətənə xəyanət, diqqətlə qulaq asın. Eyni zamanda 278 dövlətin konstitusiyasını dəyişdirmə, hakimiyyəti zorla ələ keçirmə və yaxud da buna cəhd kimi maddələrin, eyni zamanda 193 dövlət əmlakını talama və bunu bir neçə şəxslə etmə kimi maddələrlə ittiham olunur və bu barədə Səbail rayon məhkəməsi qərar çıxarıb və onun haqqında 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Çox güman ki, yaşının çoxluğu ilə əlaqədar olaraq o ev dustaqlığında həbs cəzası çəkəcək, yəni evdən bayıra çıxa bilməyəcək. Uzun illər Azərbaycan mediasında Ramiz Mehdiyev Boz kardinal kimi və ya Rusiyanın Azərbaycandakı 5-ci kolonunun rəhbəri kimi medialarda bu cür adla çağırılıb və yaxud da belə bir iddialar onun haqqında səsləndirilib. Hər nə qədər doğrudur, səhvdir, indi istintaqın gedişində bunlar təbii ki, üzə çıxacaq. Hətta iddialara görə Elmlər Akademiyasının məsul şəxsləri də onunla müəyyən məsələlərdə əlbir olublar və onların həbsi də gözlənilir. Bu barədə Azərbaycan mediasında, kütləvi informasiya vasitələrində mütəmadi məlumatlar yayılır. Söhbət kimdən gedir? Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovdan. Onu da qeyd eləyək ki, Elton Məmmədov bir müddət əvvəl Tomsk şəhərində bir sıra mükafatlara, hətta Tomsk Universitetində, Tomsk şəhərindəki universitetlərin birində fəxri doktor professor ünvanını almışdı, müxtəlif medallarla, fəxri adlarla təltif olunmuşdu. Rusiyaya yaxınlığı ilə seçilən şəxslərdən biri hesab edilir Elton Məmmədov. Eyni zamanda Elton Məmmədov Ramiz Mehdiyevin rəhbərliyi altında işləyib Milli Elmlər Akademiyasında və iddialardan biri də odur ki, Ramiz Mehdiyev AMİA'da, yəni Milli Elmlər Akademiyasında işlədiyi müddətdə orada xeyli sayda vəsaiti müəyyən elmi təcrübələrə xərcləmə adı altında mənimsəyib, özünküləşdirib. Təbii ki, bunların hamısı iddialardır və istintaqın gedişində hər şey ortaya çıxacaq. Amma onu da deyim ki, uzun illər korrupsiyaya qarşı mübarizə idarəsinə rəhbərlik eləmiş bir şəxsin korrupsiya ittihamı ilə ona qarşı belə bir ittiham elan olunması doğrudan da bir qədər ironik səslənir. Ancaq reallıq budur, rəsmi yayılan xəbərlərdə bu cür deyilir. Belə yerə deyiblər, quzunu qurda tapşır, Allahdan yardım istə, imdad istə. Və Ramiz Mehdiyev məsələsi ölkə gündəmini uzun müddət belə deyək də, özünə cəlb etməyi bacaracaq. Çünki Ramiz Mehdiyev həmişə Azərbaycan siyasətində kilid isimlərdən biri olub, qapalı, qara qutu adlandırılacaq şəxslərdən biri olub. Hətta iddialara görə 90-cı, 2000-ci illərin mediasında yayılan məlumatlara görə Ramiz Mehdiyev birbaşa ilə Kremlin adamı idi. İndi bu məlumatlar nə dərəcədə doğrudur və o hansı əməlləri ilə dövlətə xəyanət edib, hansı əməlləri ilə hakimiyyət dövlət çevrilişinə cəhd göstərib, təbii ki, bunlar istintaqın gedişində üzə çıxacaq. Ancaq hələ 20-25 il bundan əvvəl Azərbaycan mediasında onun Kremlin adamı olması ilə bağlı müxtəlif versiyalar səsləndirilirdi, silsilə yazılar yazılırdı. Görünən odur ki, Ramiz Mehdiyev məsələsi və onun həbsi məsələsi uzun illər müzakirə olunmaqla yanaşı, təkcə Azərbaycanda yox, eyni zamanda qonşu ölkələrin də medialarında səs-küy yaradacaq. Çünki əgər ittihamlar doğru çıxarsa, Rusiya üçün bu fiyasko deməkdir. Çünki Rusiya bunu həzm eləyəcəkmi, bunun özü də maraqlı suallardan biridir. Ramiz Mehdiyev hansı cinayət əməllərində ittiham olunur? Bu konkret maddələrlə göstərilsə də, ancaq bu ümumi fon yarada bilir həmin maddələr. Ancaq konkret əməllər çox güman ki, istintaqın gedişində
məlum olacaq. Və iddialardan biri də o idi ki, Ramiz Mehdiyev haqqında Ramiz Mehdiyev Azərbaycan hakimiyyətinə qarşı xaricdəki blogerləri və yaxud da ki, onu iqtidar mediası söyüş maşını adlandırır, həmin şəxsləri maliyyələşdirməklə məşğul olub və Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan bəzi qrupları maliyyələşdirdiyi də iddia edilir. Və fikrimcə Ramiz Mehdiyevin həbsi bu məsələni yekunlaşdırmayacaq və bunun ardı gələcək və Ramiz Mehdiyevin ardınca hələ Azərbaycan siyasətində, ictimai siyasi həyatında bir dövrlər ən öndə olan simaların bir çoxu da həbs oluna bilər və yaxud da adı bu cinayət işində keçə bilər. Təbii ki, bu da istintaqın gedişində ortaya çıxacaq məsələlərdəndir. Biz mediada yayılan informasiyalara əsasən rəylər, şərhlər və mülahizələr yürüdə bilərik. Və 1938 ya 37-38-ci il təvəllüdlü Ramiz Mehdiyevin, yəni 87 yaşlı Ramiz Mehdiyevin həbs olunması məsələsi və bu işin üzərinə ciddi düşülməsi o deməkdir ki, hakimiyyətdən, yəni prezident administrasiyasının rəhbəri vəzifəsindən 5-6 il bundan əvvəl getsə belə, deməli, onun hakimiyyət üçün təhlükəsi qalırmış, Azərbaycan dövlətçiliyi üçün təhlükəsi qalırmış və onun 5-ci kolonun rəhbəri olması iddiası nə dərəcədə doğrudur, bunu zaman göstərəcək, istintaqın gedişi göstərəcək. Ancaq mediada yayılan məlumatların o intensivliyi göstərir ki, hadisələrin gedişi buna doğru gedə bilər. Və Ramiz Mehdiyevin 2 övladı hazırda bildiyim qədərilə vəzifədədir. Onlar işdən azad olunacaqmı? Və yaxud da ki, kürəkəni koronavirusda pandemiya dönəmində toy eləmişdi, həbs olunmuşdu 15 günlük. Onun kürəkəninin adı səhv eləmirəmsə İlham Əliyev idi və bir ara millət vəkili də olmuşdu həmin şəxs. Və onun bu cinayət məsələlərində Ramiz Mehdiyevlə ortaqlığı, əlbirliyi, işbirliyi varmı? Bu da araşdırılacaq çox güman ki. Və nə var nə yox, yəqin ki, yaxın həftələrdə, aylarda üzə çıxacaq və hadisələr hələ ki isti-isti inkişaf eləyir və hətta bu prosesin bir müddət əvvəl ölkə gündəmini zəbt edən Adnan Əhmədzadə işi ilə birbaşa bağlı olduğunu iddia edənlər var. Mediada bu barədə müəyyən yazılar, fikirlər, təhlillər irəli sürülür. Hələ ki təzə baş verib, hadisələr isti-isti baş verib, onun həbsindən cəmi 15-16 saat keçir və onu deyə bilərik ki, bu həbs, bu tutuqlama hələ çox başları ağrıdacaq, yəni bir sözlə. Ola bilsin ki, Ziya Məmmədovun qardaşının, yəni Elton Məmmədovun adı burada hallanırsa, Ziya Məmmədovun özü ilə bağlı da hər hansı bir mediada yaxın günlərdə fikirlər səsləndirilir, təhlillər ortaya sürülə bilər. O da hakimiyyətdən, yəni nazir postundan gedəndən sonra səssizliyə, inzivaya çəkilib. Hardadır, nə iş görür, Ramiz Mehdiyevlə dostluq əlaqələri var idimi, işbirliyi var idimi və çəkilişimizin sonuna yaxın onda bir nüansı da qeyd edeyim və indi yadıma düşür. Təxminən 2 ay, yarım 3 ay bundan əvvəl ard-arda mediada bir xəbər tirajlanırdı ki, Ramiz Mehdiyev falan yerdə villasını satışa çıxardı, Ramiz Mehdiyev falan yerdə falan obyektini satışa çıxardı. Hətta onların qiymətləri 2 milyon, 3 milyon, milyon yarım, nə bilim 800 min, 1 milyon nə qədər kimi rəqəmlər səsləndirilirdi. Deməli, bu xəbərlərlə hal-hazırki həbsin hər hansı bir əlaqəsi varmı, yoxmu? Bunu da qarşıdakı günlərin axarı müəyyənləşdirəcək. Belə hörmətli tamaşaçılar, hadisələrin gedişatının axarını Qızıl Onluqda izləməyi unutmayın və şərhlərinizi də elə videonun altında qeyd eləyin. Paylaşın videomuzu ki, daha çox adam görsün, daha çox insanın önünə çıxsın. Hələlik, sağ olun, salamat qalın.